Salam aleyküm. Karcher firmasına məxsusdur. Müştəri özü söküb bu vəziyyətə bizə gətirib. Heç bir reaksiya yoxdur. Üzərində belə bir adaptörü gəlib. LED indikator işığı yanmır. Adaptörümüzün çıxışında voltaj var. Gördüyünüz kimi 5 litre, 50, 1, 50. Bir də üzərində yoxlayaq. Heç bir değeri yoktur. 2.663 millivolt. Hiçbir reaksiya yok. Lityum akümülatörü anakartdan ayırıram. Ayırdım. Platanın üzerine 2 adet şunu paykaladım. Platon kompresini sıxaq və test edək. Gördüyünüz kimi LED ateşini yanır. Əlimdə belə bir lityum akümülatör vardı. Paralel qoşulub. Lehimlədim. Mənfiyə, müsbətə. Və adaptörünü yoxlayaq. Getmir. Ama adaptördə bizdə əslində çıxış var. Ama bu bizim müsbətimiz, bizim mənfi ayağımız. 5 voltu ayarlayaq. 5 volt. Gördüğünüz kimi zərərkə gedir hazırda. Təyin etdim ki, biz burada 5.5 voltu görürük, amma yuvasına taxanda izolətə getmir. Gördüyünüz kimi izolətlidir, sınıbdır, müştəri bunu tərs bağlayıb. Bu hissəsində yarıq var, yarıq da bu hissədə düşür yuvada. Bu hissə sol istiqamət müsbətdir, sağ istiqamət mənfidir. Olduğu kimi müsbət, mənfi. Və burada tərs çıxış var, yerləri tərs qoşulur. Müsbət düşüb sağ istiqamətə, sol istiqamətə düşüb mənfi. Bunu açıb yerini dəyişmək lazımdır və yenidən yoxlamaq lazımdır öz adaptörü ilə. İzolətə açmışam. Belə bağlantı olmaz həqiqətən. Əziz müştərilər, əgər anlayışınız yoxdursa, heç vaxt belə bağlantı eləməyin. Həm adaptörünü sizə də salarsınız, yandırarsınız. Bunu da görürsünüz, səhv qoşulmada lityum akümülatör xarabdır. Mütləq şəkildə mütəxəssis ustalara müraciət etmək lazımdır. Yaxında bildiyiniz tanış varsa, müraciət edin, verin avadanlıqlarınızı onlara ki, onlar da təmir etsinlər. Həqiqətən də belə olmaz. Gördüyünüz kimi LED işıq yanıb keçir. Zərəkə gedir artıq. İnşallah yığdım hazırdır. Zərəkə də yığır. Gördüyünüz kimi yaşıl işıq yanır, keçir. Gördüğünüz kimi qaydasında fırlanın. Zərəkə sərsə inşallah bu yaz zərəkə yığsın. Bu hissəsində inşallah düzəldəcəm səliqəli şəkildə qaydasında. Silikonla inşallah. İzlədiyiniz üçün təşəkkürlər. Bəyənməyi unutmayın, şərh yazmağı unutmayın.